Azərbaycanda yaşayan dini azlıqlara və İran meyilli qüvvələrə müraciət edirəm. Ölkəmizin bütövlüyünə və bölünməməzliyinə xələl gətirən heç bir hərəkətə yol verməyin. Söz və şəxsiyyət azadlığının əsasında iman və inam dayanır. Bu da dini, milli, irqi bütövlük anlamına gəlir. Heç bir dövlət rəhbərliyi idarə etdiyi xalqın dini əsaslarının xarici dövlət dini rəhbərliyi tərəfindən İran, İraq, Rusiya, Suriya qulbeçələrinin rejissor çubuğu əsasında idarə olunmasına yol verə bilməz. Dinin arxasında iman dayanır. İmanı olmayanın dini və İslam'a meyilliyi də olmaz məsələ də var. Milliliyin əsasında isə inam dayanır. İnam ümidi olmayanın əsli olmaz məsələ də var. Azərbaycanda dini idarələr İran və İraq qüvvələrindən azad olsalar da təriqətdə bu təsir əsaslı kök salıb. Bu yol verilməzdir. Əvvəl xarici qüvvələr dinə, imana, sonra dilə, inama təsir edərlər. Ayıq və sayıq olmalıyıq. Düşmən ocaq başında, əlində də fitili. Yandırmağa yol vermək olmaz.